Deməli, mən Doktor Seymur Kərimov, Dövlət Təhlükəsizlik Xidməti Hospitalının ürək transplantasiya və orqan nəqli şöbəsinin həkimiyəm. Bugün biz Azərbaycan uro-androloqlarının 23-cü simpoziumunda iştirak edirik. Simpozium çox yüksək səviyyədə təşkil olunub. Belə ki, simpoziuma qatılan xaricdən gələn həmçinin qatılımcılar da var və yerli alimlərin və xaricdən gələn alimlərin iştirakı ilə çox yüksək səviyyədə təşkil olunub. Mən deyərdim ki, çox faydalı, əhəmiyyətli keçdi bizim üçün. Kolleqalarımızla bilgi alış-verişində bulunduq, yeni bir şeylər öyrəndik və eləcə də mənim penil protezlər haqqında, yəni erektil cinsi funksiyanın müalicəsində istifadə olunan ən ağır mərhələsində, belə deyək də, son mərhələsində istifadə olunan penil protez taxılması Boston Scientific şirkətinin təqdim etdiyi penil protez haqqında məlumat verdim, 3 parçalı və bu Azərbaycanda da bu əməliyyat icra olunur. Çox parçalı penis protezlərinin taxılması və cinsi funksiyası itmiş, ümidsiz qalan kişilər üçün son çarə, son qapı, son ümid yeri bu penil protezlərdir. Ağır şəkər diabet xəstələri, yüksək belə ağır damar xəstəlikləri olan və dərman müalicəsinə fayda görməyən pasientlərdə çox yüksək nəticə verir. Pasient məmnunluğu və partnyor məmnunluğu çox yüksək səviyyədədir. Bu haqda sunumumuz oldu. Təbii ki, hər il olduğu kimi bu ildə təşkil olunan simpozium yeni elmi nailiyyətlərin təqdim olunması, elmi işlərin təqdim olunması ilə yadda qaldı. Konferansın təşkil olunmasına başda Uro-Andrologiya Cəmiyyətinin sədri Professor Doktor İlham Əhmədov olmaq üzrə akademiyimiz Südeyf İmamverdiyev, eləcə də Türkiyədən qatılan dəyərli hocamız Ateş Kadıoğlu'nun iştirakı ilə çox dəyərli bir konferans keçdi. Hamısına ürəkdən təşəkkür edirəm, öz təşəkkürümü bildirirəm. İnşallah gələcək konferanslarda görüşmək ümidilə. Çox sağ olun, təşəkkürlər.